Vəziyyət burada çox pisdir. Çünki elə bir döngədə sürüşmə olub ki, bu qeyri-mümkündür buranı görmək. Yaxınlaşıncana qədər görmək mümkündür. Yəni çox vəziyyət acınacaqlıdır. İndi bircə yağsa bu yolun yarısı yoxdur. Axıb gedəcək. Düzəltmirlər. Baxsınlar, görsünlər nə günlərdir da bura. Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə qeydə alınıb. Yolun 147-ci kilometrliyində dayandığımız bu nöqtədə baş verən sonuncu sürüşmə nəticəsində asfalt örtüyünün bir hissəsi dağılıb, yolda iri çatlar, yarğanlar yaranıb. Qeyd edək ki, artıq avtomobil yolunun bir zolağı məhdudlaşdırılıb və sürücülər tək zolaqdan istifadə edirlər. Şamaxıdan mən Ağsuya gedirəm. Şamaxıdan Ağsuya gedən istiqamətdə gedən şoförlər ehtiyatlı döngəni ehtiyatlı dönsünlər. Görünməyən bir yerdədir. Qəza şəraitidir. Qəzaya düşə bilər. Yəni ehtiyatlı olsunlar. Yolda elə bir tərəfi dağılıb, bir tərəfi qalıb. Bir tərəfdə də iki maşın böyür-böyür keçəndə qəzalı vəziyyət yaranır. Gecə daha çətindir. Gecə daha 2 metr qalınca görmək olmur. Hamısı yağışla bağlıdır. Burada qalıb bir dənə yol. İkinci yol yoxdur burada. Mən gəlirəm şu o birisi aşağı düşən gözləyir qıraqda. Qorxa-qorxa getirəmlər, birdən maşınla böyrü düşdü, qutardı. Son günlər ölkənin dağlıq və dağətəyi ərazilərində müşahidə olunan intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsinə torpaq sürüşməsi yenidən aktivləşib. Baş vermiş sürüşmə nəticəsində yolun 147-ci kilometrliyində asfalt örtüyündə çatlar və çökmələr yaranıb. Agentliyimiz tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, təhlükəli hissəyə xəbərdar edici nişanlar quraşdırılıb, sahə xüsusi lentlərlə işarələnib və nəqliyyat vasitələrinin hərəkəti digər zolaq vasitəsilə iki tərəfli qaydada təşkil olunub, ərazi tərəfimizdən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı əraziyə mütəxəssislər cəlb olunub, baxış keçirilib, problemin aradan qaldırılması üçün müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim ediləcək. Maliyyə vəsaiti ayrıldıqdan sonra ərazidə bərpa işlərinin başlanması nəzərdə tutulur.